Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 4 iyun 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 12 səhifədən ibarətdir. İlk səhifədə enerji gündəliyimiz çoxşaxəli əməkdaşlığa açıqdır başlıqlı yazı dərc edilib. Dövlətimizin xarici siyasət strategiyasının mühüm dayaqlarından biri enerji siyasətidir. Ölkəmizdə enerji resurslarının rasional istifadəsi və beynəlxalq bazarlara çıxarılması istiqamətində uzun müddətli və sistemli strategiya formalaşdırılıb. Bu strategiya təkcə iqtisadi gəlirlər deyil, həm də siyasi diversifikasiya imkanları da yaradıb. Həmçinin qəzetimizin ilk səhifəsində digər səhifələrdə yer alan yazılarında başlıqlar verilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları və Azərbaycan Respublikasının qanunu isə qəzetimizin ikinci səhifəsində yer alıb. Üçüncü səhifədə ölkədə yaşanan siyasi həmrəyliyin təcəssümü başlığı ilə yazı öz əksini tapıb. Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərləri Azərbaycan cəmiyyəti tərəfindən artıq formalaşmış demokratik ənənə kimi qəbul olunur. Prezident İlham Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində siyasi partiya sədrlərinin birgə səfərləri siyasi müstəvidə tərəflər arasında yaşanan etibarlı münasibətlərin göstəricisidir. Qlobal və innovativ trendlərin müzakirə platforması başlığı ilə isə 4-cü səhifəmizdə maraqlı bir yazı yer alıb. İyunun 13-də Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan Bakı Enerji Forumu keçirilib. Baku Enerji Week-in tərkib hissəsi olan Baku Enerji Forum bu il 30 illik yubileyini qeyd edir. 5-ci səhifəmizdəki yazılarsa 4 iyun 1993-cü ildəki Gəncə hadisələrinə həsr edilib. Asan olmayan müstəqillik yolu və xilaskar liderin qayıdışı başlığı ilə yazı da burada yer alıb. Müstəqilliyə gedən yol heç bir xalq üçün asan olmayıb. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan ciddi daxili böhran, siyasi sabitsizlik, idarəetmədə peşəkar çatışmazlığı və separatçılıq meylləri ilə qarşılaşdı. 1993-cü ilin iyunun 4-də Gəncə şəhərində Azərbaycan ordusunun o vaxtki korpus komandiri Sürət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə ilə hökumət qüvvələri arasında silahlı qarşıdurma baş verdi. Sürət Hüseynovun tabeliyində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı cəhdlər uğursuzluqla nəticələndi. Yaranan qarşıdurmada 35 nəfər həyatını itirdi. Qəzetimizin 6-cı səhifəsində isə Azərbaycan dünya mediasında rubrikasında son 24 saatın maraqlı və əhəmiyyətli məlumatlar yer alıb. Xinhua agentliyi bildirir ki, Azərbaycan 2026-cı ildə Ümumdünya Şəhərlər Forumuna ev sahibliyi edəcək. The Europe Today saiti isə yazır ki, Azərbaycan və Pakistan enerji əməkdaşlığını gücləndirmə istiqamətində müzakirələr aparır. Al Arabiya News xəbər verir ki, Azərbaycan sakit diplomatiya yürüdür. Forum çərçivəsində müzakirələr innovasiyaların tətbiqində əhəmiyyətli rol oynayacaq başlığı ilə isə 7-ci səhifəmizdə Günün Siyasi Nəbz rubrikasında yazı yer alıb. Bu il Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yeni imkanları və perspektivləri müzakirə etmək üçün 39 ölkədən 267 şirkətin 600-dən çox nümayəndəsi iştirak edir. Laçın zirvəsi, qlobal nizamda mühüm reallıqlar başlığı ilə isə əhatəli bir yazıda 8-ci səhifədə hadisələr kontekstində rubrikasında dərc edilib. Dünya çətin dövrə qədəm qoyub. Belə çətin dönəmdə Azərbaycan, Türkiyə, Pakistan birliyi vahid siyasi, iqtisadi və hərbi güc kimi yeni reallıqlar yaradır. Azərbaycanın müstəqillik günündə Türkiyə və Pakistan liderlərinin Laçına gəlməsi və bir yerdə dünyaya mesajların verilməsi sarsılmaz birliyimizin təsdiqidir. Mayın 28-də Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının ikinci zirvə görüşü və müstəqillik gününə həsr olunmuş tədbirlərdə iştirak etmələri tarixi və rəmzi xarakter daşımaqla strateji əhəmiyyətə malik hadisədir. İdmanda inkişaf və irsi dəyərlərin formalaşdırılması. Bu yazı isə 9-cu səhifəmizdə öz əksini tapıb. Müasir Azərbaycan idmanı dövlət quruculuğunun və milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi formalaşmış, ideoloji sosial məzmunu ilə seçilir. Müstəqillik dövründə idmanın yüksəlişi Azərbaycan dövlətinin sağlam, əzmkar və məqsədyönlü gənclik obrazının parlaq ifadəsidir. Qəzetimizin 10-cu səhifəsində hadisələr kontekstində rubrikasında milyard avroluq sual, AI fondları niyə yanlış hədəflərə yönəlib sualının cavabı yer alıb. Bildirilir ki, hesabatda təqdim olunan dəlillər və konkret faktlar Avropa İttifaqının maliyyə dəstəyi ilə 6 fərqli üzv ölkədə həyata keçirilən 63 layihənin təhlilinə əsaslanır. Bu layihələr ideya və konsepsiyasından tutmuş həyata keçirilmə formasına və yekun nəticələrinə qədər beynəlxalq hüququ pozur. Söhbət BMT-nin Əlillərin Hüquqları Konvensiyası, Uşaq Hüquqları Konvensiyası, qaçqınların statusu haqqında konvensiya kimi sənədlərdən gedir. Briqadir Ananın qəhrəman oğlu, Polad biləkli mübarizlərimiz, vətən sizi unutmayacaq,
1-ci Qarabağ müharibəsinin itkin şəhidi Sahil İbrahimov Əmircan qəsəbəsində torpağa tapşırılıb başlığı ilə yazılar da 11-ci səhifədə dərc edilib. Son səhifəmizdə isə nənəyə sadiq olaraq hava haqqında məlumat yer alıb. Beləliklə bizim sizə bugün çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.